Salam, mənim adım Rüfətdir. Bu videoda AI vasitəsilə UNEC tələbələri üçün hazırladığım kiçik bir proyekt haqqında danışacağım. Qısaca proyekt haqqında. Bu proyekt UNEC tələbələrinin quiz və imtahanlar hazırlanması üçün kiçik bir köməkçidir. Çox sadə bir şəkildə hazırlanıb. Bacım qızı Zəhra UNEC tələbəsidir və söhbət zamanı bildirdi ki, imtahanlara hazırlaşmaq üçün onlara sual bankları verilir, hazır düzgün cavablarla və tələbələrin quiz hazırlanmasında köməyə ehtiyacı olur. Yəni, məsələn, yaxşı olardı ki, bu suallardan hazır 10 suallıq, 20 suallıq quizlər olardı və tələbələr bunlardan hazırlıq zamanı istifadə edərdilər. Bu problemi həll etmək üçün kiçik bir proqram hazırlamışam və bu proqramı öz GitHub platformamda yerləşdirmişəm. Bu proqramdan istifadə etmək üçün, bu proqramı yükləmək üçün sizin bu platformada heç bir qeydiyyata falan ehtiyacınız yoxdur. Sadəcə mənim videonun altında təqdim edəcəyim linklə keçid edib bu proqramın zipini yükləyə bilərsiniz kompüterinizə. Bu çox asan bir şeydir. Məsələn, bu zipin üzərinə tıklayırsınız və yükləmə baş verir. Mən bu zipi downloads folderımda save edəcəm. Siz öz sesimizə görə harda istəsəniz orada save edə bilərsiniz. Save olandan sonra o downloads folderını açırsınız. Tam zipi görməsəniz sadəcə refresh'e bassanız görsənəcək. Bu yüklənəndən sonra sağ düyməni basıb ekstrakt edirsiniz. Yəni zipi açırsınız, folder şəklində olacaq. Bu folderın için göstərir. Yəni bunu bağlasanız görəcəksiniz ki, həmin papkada sizin folder artıq hazırdır, papkanız hazırdır. Daxil olsanız içəridə bir neçə fail görəcəksiniz və bu faylı işlətmək üçün, bu proqramı işlətmək üçün sadəcə Run və VUI 2 dəfə bunu tıklasanız belə bir şey açılacaq. Run və avtomatik sizin yerli browserinizdə belə bir quiz hazırlayan çıxacaq. Buradakı 678 sual təqdim olunan PDF-dəndir. Siz bu PDF-in əvəzinə başqa bir PDF bu papkaya atsanız və yenidən bu proqramı çalışdırsanız, bütün hər şeyi bağlamaq lazımdır və yenidən proqramı çalışdırsanız, o PDF-ə aid suallar görsənəcək sizin browserda. Bu browserda sual sayını seçə bilirsiniz. Buradan da seçə bilərsiniz, buradan da seçə bilərsiniz. Buradan da dəyişə bilərsiniz sayın, sual sayın. Neçə sual sizə lazımdırsa o qədər verə bilərsiniz. Bundan əlavə sualları hardan seçilməsini də siz müəyyən edə bilərsiniz. Məsələn 120, 160 yazsaq burada bu sual aralığından seçiləcək suallarınız. İstəsəniz sualların variantları, cavab variantları qarışdırıla bilər. Yəni normalda PDF-də A, B, C, D isə o yerləri dəyişib həmin sual verilə bilər. Və çox sadə şəkildə buradan Zapustit Viktorinu və 20 suallıq quiziniz hazırdır.
Buradan cavabları seçirsiniz. Mən çox da fikirləşmədən seçəcəm random şəkildə. Və probability rezultat, yəni nəticəni yoxlayırıq. 40% suala düzgün cavab verildi və təbii ki, burada nəticədən əlavə düzgün cavabı da göstərir. Hansı suala düzgün cavab vermişsinizsə, burada onu da yazır. Yanlış cavabınızda sizin cavabınızı göstərir və doğru cavabı göstərir. Bu proqramın rus dilində olma səbəbi Zəhranın rus sektorunda oxumağıdır. Onun bu səbəbdən rus dilində düzəltmişəm. Amma istək olsa, videonun altında qeyd eləsəniz, mən Azərbaycan dilində də bunu hazırlaya bilərəm. Yəni məsələ sadəcə bu UI-da deyil, həm də sualların özlərində bu hazırlanması üçün Azərbaycan dilində proqram yazmaq lazım olacaq. Yoxsa sırf bunların bu sual məsələsi olsaydı, yəni suallar eyni olsaydı, məsələn 5 sual, Zapисите Viktorinu, Google'un translatoru var, hardan ki rahat bunu tərcümə eləmək olardı. Böyük ehtimal bu suallar Azərbaycan dilində fərqlidir. Amma eyni olsaydı, yəni bu şəkildə də istifadə eləmək olardı. Yəni sadəcə tərcümə eləyərdi avtomatik və istifadə oluna bilərdi. UI təbii ki, çox da belə görünüş çox da gözəl deyil. Bunun funksional tərəfinə mən fikir vermişəm. Görünüşün çox da vacib olmadığını düşündüyüm üçün bu şəkildə eləmişəm, amma daha yaxşı şəkilə salmaq olar. Öz fikirlərinizi bildirərsiniz. Fərqli daha nələr istərdiniz, onu da qeyd edə bilərsiniz. Tələbələrimizə köməkçi olmağa çalışaram. Bundan əlavə, təbii ki, bu başlayanda belə bir şey çıxacaq. Sizdə avtomatik bu proqramı çalışdıranda proqramdan istifadə eləməyi bitirdikdən sonra burada yazıldığı kimi nажмите Ctrl+S, Ctrl+S. Bunu bassanız belə bir şey çıxacaq. Yes, yəni soruşur ki, bu proqramı saxlayaq. Yes cavabı verirsiniz, Enter basırsınız, bağlanır və onu bağlayırsınız. Bitdi. Yenidən çalışdırmaq istəsəniz, yenə gedirsiniz hardakı o papkaya, Run Web UI 2 dəfə tıklasanız, yenidən sıfırdan başlayacaq. Burada da sağ tərəfdə yaddaşı görə bilərsiniz. Burada göstərəcək neçə dənə düzgün və keçən quizdə neçə düzgün cavabınız olduğunu göstərəcək sağda. Yəni yaddaşa salır əvvəlki quizlərin nəticələrini. Bu qədər. Suallarınız olsa kommentlərdə bildirin. Çox sağ olun.